Ümumiyyətcə bu turnirin çəkisi çox ağırdır. Ümumiyyətcə bura tam fərqli bir yəni əsl futbol, yəni bu Çempionlar Liqasıdır. Yəni böyük futbol dedikdə, Çempionlar Liqası dedikdə biz bunu başa düşürük. Yəni burada rəqib komandanın, hansı ki Avropadan gələn komandanın bir problemi var deyə belə bir fikir biraz mən bunu qəbul eləmirəm. Çünki bunlar illər boyu 100 illərdir, 70-80 illərdir bunlar köklü bir klublardır. Bunların 1-2 oyuncusunun olmaması və yaxud da klubda hansısa bir məşqdə olması belə bir oyunlarda onlara heç bir təsir olmur. Əksinə dediyim kimi onlara əlavə bir motivasiya verir və onların seçimləri çoxdur. İstənilən oyuncunu istənilən səviyyədə ondan da yaxşı əvəz edə biləcək bir oyuncu var. Sadəcə bu biraz bəzi fikirlər görsən olur. Sanki biz zəif komandaya qalib gələ bilmədik. Biraz belə bu fikirlər ola bilər ki, futbolçular əlbəttə ki, təsir eləsin. Amma buna baxmayaraq bizim bəli futbolçularla danışığımız olur ki, biz komandanın gücünü bilməliyik, komandaya böyük dəyər verməliyik və ona uyğun öz işimizi, öz oyunumuzu qurmalıyıq. Və belə bugün də fikirləşmirəm ki, rəqib tərəfdə, rəqib düşərgəsində hansısa bir problem var. Sadəcə bu işin gedişatıdır, illər boyu belə təkrarlanır və istər bizim çempionat olsun, istər digər ölkələrin çempionatları olsun və belə halların yəni tez-tez şahidi olmuşdur və bunlar buna hazırdırlar. Bunlar yəni təkcə bir nəfər idarə eləmir klubu. Bunlar illər boyu elə bir sistem qurublar ki, bu hallara hazır olduğunda belə bir addım atırlar və onlar bilirlər ki, nəyə nə vaxt etmək lazımdır. Amma əsas məsələ bizim üçündür ki, elə əvvəl Kənanın da sualında ki, biz bir cür hazırlaşdıq və qarşımızda fərqli bir rəqib görəcəyik. Amma buna baxmayaraq mən yenə deyirəm ki, biz ona görə mən illər boyu həmişə istəmişəm ki, biz öz oyunumuzu oynayaraq qalib gələk. Yəni öz bacardığımızı edərək meydanda qalib gələk ki, bizim belə hallarda hansı bir problemimiz olmasın. Buna görə biz əvvəldə qeyd etdiyim kimi, biz əgər öz hazırlıq planımızda baxmayaraq bir həftə olduq biz Antalyada, əgər oradakı düşüncələri, oradakı hazırlığı, oradakı əminliyi biz sabah meydanda göstərə bilsək, Allahın izni ilə biz yaxşı oyun göstərəcəyik və yaxşı nəticə əldə etmək gücündəyik. Amma əlbəttə ki, baxmayaraq rəqib Bundesliqadan gəlir və biz böyük qiymətləndiririk onu. Amma əlimizdə əgər şans varsa, niyə biz bundan istifadə etməyək? Biz sadəcə bu fikirlə oyuna fokuslanacağıq və inşallah inanıram ki, mən dəfələr bildirmişəm ki, biz çox şey bildirə bilərik, çox fikirlər, çox ideyalar verə bilərik. Amma meydanda bunu həyata keçirən mənim futbolçularımdır, mənim döyüşçülərimdir. Və onlar da bugün buna özünü tam fokuslansalar bu oyuna ki, bizim əlimizdəki şansdan maksimum istifadə etməliyik. İnşallah inanıram ki, həqiqətən yaxşı bir oyun göstərəcək və yaxşı, ağıllı oyuna baxa biləcəksiniz, yaxşı texnikal oyuna baxa biləcəksiniz. Və mən futbolçularım bugün buna fokuslanmışam ki, biz öz oyunumuzu oynayaraq az qalib gələk, amma bugün biz öz oyunumuzla qalib gələk. Ona görə bu cür biz davam eləsək, bizim qarşıdakı illərdə, qarşıdakı vaxtlarda əgər bu tempi qoruyub saxlasaq, bizim 3 yox, 5 qalibiyyətimiz olacaq, 5 yox, daha artıq olacaq. Ona görə mən ümumiyyətcə fikrim futbolçularımla danışıqlarımda bu cürdür.